Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz Nəcəf şəhərindəyik, ziyarətə gəlmişik və ziyarətimiz zamanı bəzi videolarda çəkib sizə çatdırmaq istəyirik. İlk öncə onu deyim ki, İraq bizdən bir qədər isti bir ölkədir. Yəni ora gedən zaman bunu nəzərə almaq lazımdır. Biz gecə saatlarında İraq hava yollarına məxsus təyyarə ilə Bakıdan ayrıldıq və 2 saatdan sonra Bağdada endik. Gecə yarısı hardasa biraz gözlədikdən sonra sübh namazı oldu və saat 5-də biz avtobusla Nəcəf şəhərinə doğru hərəkətə başladıq. Nəcəf şəhərinə çatmaq üçün 3 saata qədər, bəlkə ondan biraz artıq yol gedirik. Elə yolda ikən günəş də çıxmağa başladı, hava işıqlaşdı. Yol boyu xurma ağacları görürük, çöllər, qəsəbələr, şəhərlər, yəni hardasa İranı xatırladır. Tamamilə İrandakı evlər kimi, evlərin quruluşu, yəni ümumiyyətlə insan elə bilər ki, İrandır, düzdür, İranda belə xurma yoxdur belə. Və bu şəkildə biz Nəcəf şəhərinə çatırıq. Elə avtobusdan düşən kimi yoxlamadan keçirik. Yoxlamadan keçdikdən sonra bir qədər otelə piyada olaraq gedirik. Şəhər Küfədən 10 kilometr qərbdə yerləşir, əhalisi 1 milyona yaxındır. Nəcəf şəhəri 2012-ci ildə İslam mədəniyyəti paytaxtı elan edilmişdir və şiələrin ən çox ziyarət etdikləri bir şəhərdir. Otelə yerləşdikdən sonra günorta zamanı son mərtəbəyə qalxırıq yeməkxanaya. Yeməkxanada bütün şəhər demək olar ki, görünür. Diqqətimi cəlb edən əsas oldu ki, yaşıllıq görünmür. Ümumiyyətlə, Nəcəf şəhərində yaşıllıq demək olar ki, çox azdır, yox kimidir. Eyni zamanda tikinti, abadlıq işləri çox getdiyinə görə toz, torpaq, həm də zibilli bir şəhərdir, onu da düz demək lazımdır. Və sonra biz ziyarətimizə başlayırıq. Allah Teala bu kapılara ki gelmişik. Hazreti Emir el-Müminin aleyhisselamın ve diğer iki peygamber ki qeyd elədik. O peygamberlerden biri Hazreti Adem peygamberdir, biri de Hazreti Nuh peygamberdir. İki tane şəxsiyyətdir ki, biri ilk dünyaya gelip ve biri de ilk İslam'a iman getiren şəxslərdir. Ve həmçinin də Nuh peyğəmbəri yazılırlar ki, Quran-ı Kərimin ayələrində, hədislərdə qeyd olunur ki, 1200 ildən çox ömür sürən Həzrəti Nuh peyğəmbər də Həzrət Əleyhisselamın yaxın qəbrinin içərisində, zərhin içərisində dəfn olunur. Hər üç məsumun ruhunun şad olmasına ucalı sələvat zikr edir. Allah Əleyhisselamın hərəminə tərəf hərəkət edirik. Hədislərdə yazılır ki, imamətin qəbrinə tərəf addım-addım, asta-asta hərəkət edir ki, qəlbimizdə ziyarət ab-havası yaransın. Və həmçinin də savablarımız hər addıma uyğun yazılır. Ona görə də asta-asta hərəkət edir ki, savablarımız daha çox olsun inşallah. Nəcəf şəhərində ilk olaraq Həzrəti Əlinin ziyarətgahıdır. Sonra bələdçinin də dediyi kimi Adəm və Nuh peyğəmbərlərin məzarı, ancaq bəzi mənbələrdə Adəm və Həvvanın məzarı deyilir. İlk olaraq Həzrət Əlinin hərəminə daxil oluruq, yenə də yoxlamadan keçirik. Çox ciddi yoxlamalar gedir. İstər geyim barədə, yəni saçın bir tükü belə görünməməlidir. Və bu geniş, möhtəşəm, aurası gözəl olan hərəmə daxil oluruq. Çox genişdir, çox böyükdür və Həzrət Əlinin məzarına doğru irəliləyirik. Ziyarətçilər çoxdur. Hindistandan, Pakistandan, İrandan, Türkiyədən və digər ölkələrdən ən çox Hindistandan gələnlər diqqətimizi cəlb etdi.
bunlar ziyarət edir və cərgə ilə, sıra ilə növbədə dayanırıq və yaxınlaşıb məzarı ziyarət edirik və ziyarətimizi edib dualarımızı etdikdən sonra gəlirik. Ziyarət namazları qılınır, hədiyyə namazları qılınır. Eləcə də çoxlu dualar edilir. Oradan çıxdıqdan sonra, yəni küçədə otelə doğru gələn zaman iki tərəfdə də mağazinlər, kiçik hədiyyələr, çantalar, təsbihlər, qab, qacaq satılır və yenə də otelin yeməkxanasına gəldik. Ziyarətə gedən zaman çalışın ki, qida da daxil olsun onun içərisində. Çünki mənə elə gəlir ki, burada insanın özünün yeməkxanaya getməyi, ayrıca orada yemək yeməyi həm çox çətin olar, həm də çox baha başa gələr. Həm də ki, bəlkə də insanın orada mizası çəkməz. Burada isə hər şey çox təmizdir, işçilərin əlləri əlcəkli. Müxtəlif yeməklər, salatlar, meyvə şirələri, ayran, qatıq, göyərtilər, eləcə də yeməklər hamısı çox təmizliklə, səlqə ilə hazırlanıbdır və burada olan zəvvarlar, yəni istədiyi yeməkdən istədiyi qədər götürür və qidalanır. Burada duru yemək də olur, belə qızartmalar da olur. Plov demək olar ki, hər gün olur, ancaq diqqətimi çəkən bir şey oldu ki, yeməklər xeyli dərəcədə duzu azdır və süfrəyə də duz qoyulmamışdır. Sonra biz deməli Nəcəfdə olduğumuz ikinci gün yenə də hərəmə doğru gedirik. Bugün Hud və Salih peyğəmbərlərin məzarı, eləcə də Vadi Səlam qəbristanlığı və bir çox digər yerləri də ziyarət edirik. Və küçədə satılan belə göycəmi, alçamı, bu da diqqətimizi çəkdi. Və axşama doğru, yəni şam namazına bir qədər qalmış, yenə də hərəmə, Həzrəti Əlinin hərəminə daxil olduq. Birinci gün ziyarətçilərin hamısı buranı ziyarət etmişdi. Bu gün isə artıq könüllü olaraq kimsə yolu da tanıdıq, kimsə ziyarət edirsə, yəni edə bilər. Biz də buranı ziyarət edirik. Yenə də dualar, yenə də namazlar, ziyarət namazı, hədiyyə namazı, qohumların, dostların, tanışların, insanın bəzən xəyalına kimsə gəlir, onun da adından namaz qılır. Dünyadan köçmüş əzizlərin adından hədiyyə namazları qılınır, çoxlu dualar edilir. Yurdumuz üçün, millətimiz üçün, dövlətimiz üçün, yaxınlarımız, əzizlərimiz, qonşularımız, qohumlarımız üçün və nəhayət özümüz üçün də dualar etdik. Allah hər bir kəsin dualarını qəbul etsin və hər kəsin niyyətində var ki, belə yerlərə ziyarət etsin. Allah onlara da qismət eləsin. Bugün bizim Nəcəfdə olan son günümüzdür. Sabah səhər Kərbalaya doğru yola çıxırıq və yol üstündə Nəcəfdən çıxan kimi deməli Kufədə bəzi yerləri ziyarət edirik. Kufəyə çatdıq, o Nəcəfdən 10 kilometrcən aralıdır. Burada Həzrət Əlinin evi yerləşir ki, bu evdə 5 il yaşamışdır. İnsan çox qəribə hisslər keçirir. Doğrudan da belə yerlərin elə bir aurası var ki,
Yəni getmədən öncə belə təsəvvür eləmək olmur ki, belə bir ruhda olarsan, belə bir necə deyim, hal yaşayarsan. Kiçik otaqlardan ibarətdir. Həzrət Əlinin evi, İmam Həsənin, İmam Hüseynin və digərlərinin otaqları. Ziyarətçilər bütün otaqları gəzir, dua edir, şəkil çəkdirir, video çəkir. İmam Əlinin evini ziyarət etdikdən sonra Küfə məscidinə daxil oluruq. İmam Əlinin evi ilə Küfə məscidinin arasında bir qədər 100 metr, 200 metr qədər belə bir məsafə var. Hər gün deməli imam evdən çıxıb məscidə yollanırmış. Bu isə İmam Əlinin zərbətləndiyi Küfə məscididir və bu güşədə imam zərbətlənmişdir. Buranı da ziyarət edib namazları qıldıqdan sonra çıxırıq. 2 gün müddətində ilk dəfə olaraq yaşıllıq, gül, belə bir mənzərə gördük. Və bəzi ziyarətləri də etdikdən sonra burada Muxtar Səqəfinin məzarı, Müslüm İbn Əqilin məzarı və bir çox məzarları, eləcə də Səhla məscidini, yəni burada da Peyğəmbər və imamların məqamları var ki, onları da ziyarət etdikdən sonra Kərbəliyə doğru yola çıxırıq. Videomuz burada başa çatır. Kərbəla ilə bağlı da inşallah ki, başqa bir video təqdim edərəm. Yeni videolarımızı görmək üçün kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.